Bəzən hər şey üst-üstə gəlir. Çıxış yolu yox kimi görünür. Yəni baxıb görürsən ki, bir çıxış yolu yoxdur. Elə bu anda bəs biz insanlar nə etməliyik? Harada çıxış yolu axtarmalıyıq? Təvəkkül bir yol göstərir Allah Təbarək və Təala. Bunun adı da təvəkküldür. Təvəkkül səbəbə sarılıb nəticəni Allaha buraxmaqdır. Həzrət Musa əleyhissalam Fironun arxasınca gəldiyi anda dənizin qarşısında qalır. Dənizin necə keçəcək? Əgər biz öz təfəkkürümüzlə düşünsək, o dənizi keçmək qeyri-mümkündür. O gölü və yaxud da o çayı keçmək qeyri-mümkündür. Həzrət Musa əleyhissalamın qövmü qorxur. Fələmmə tərəl cəm'ani qalə əshabu Musa. İki dəstə bir-birlərini gördükdə Həzrət Musa əleyhissalamın qövmü dedi: İnna lamudrakun. Artıq tutulduq. Bizi yaxaladılar. Amma Həzrət Musa əleyhissalam nə deyir? Qalə kəllə, xeyr, sizin fikirləşdiyiniz kimi deyil. İnnə mə'iyyə Rabbi. Rəbbim mənimlədir. Mənim Rəbbim İnnə mə'iyyə Rabbi. Mənimlədir. Səyəhdin, məni xilas eləyəcək. Məni bu yoldan, mənə bir yol göstərəcək ki, mən bu problemlərdən çıxacağam. Hər bir insan bunu özünə deməlidir. İnnə mə'iyyə Rabbi. Mənim Rəbbim mənimlədir. Bu təvəkkülün bir zirvəsidir, ən üst səviyyəsidir, ən üst mərtəbəsidir. Baxın, Həzrət Musa əleyhissalam gözləmədi. Həzrət Musa əleyhissalam heç bir iş görməyib, məsələn, bu sözü demədi, mənim Rəbbim mənimlədir. Həzrət Musa əleyhissalam hər bir işi gördü. Öz qövmün zalim Fironun əlindən xilas elədi və o xilasın daxilində hər bir prosesi əldə elədi. Sonda dedi, mənim Rəbbim mənimlədir. Bu yoldan da mənə bir çıxış yolu göstərəcək. Təvəkkül o deyil ki, heç nə etməyək, gözləyək. Xeyr, həqiqi təvəkkül əlindən gələni edib, sonra könüldən deməkdir. Ya Rəbb, nəticə sənin əlinə buraxıram. Yəni, nəticə səndədir. Sənsən bizə nəticəni qurub və nəticəni düzəldən. Unutma, tənbəllik təvəkkül deyil. Sən oturasan,